Bizə gəlib çatan məlumatda deyilir ki, dində 4 arvada icazə var. Amma Məhəmməd Peyğəmbərin 11 arvadı olub, onlardan 9-u rəsmi olub. Bu Allahın qanununu pozmaq deyilmi? Niyə Məhəmməd Peyğəmbər hər istədiyinə Allah icazə verib? Məhəmməd Peyğəmbər eyni vaxtda 9 qadından ailəli olmayıbdır. İslam 4 qadına icazə verir. Amma bunu hansı şərtlə verir? Bunu o şərtlə verir ki, siz o 4 qadının 4-ünü də saxlaya biləcəksiniz. Onu edə bilən kişi bugün varmı? Bu çox çətin bir məsələdir. Yəni, kişilərin istəyi nəzərə alaraq, yüksək meyli nəzərə alaraq, bu məsələ bu formada qoyulub ki, siz əgər həqiqətən də 4 xanıma baxa biləcəksinizsə, onları saxlaya biləcəksinizsə, eyni münasibət olacaqsa, maddi imkanınız varsa, buna icazə verilir.